Salamlar dostlar, yeni bir videoya hoş geldiniz. Bugün Balkan Mania oynayacağıq. Uzun zamandır bu oyunu oynamırdıq. Və deyən yox ki, istəyəsən arada açarsın, bu oyunu oyna. Heç deyən yoxdur, dedim bir daha bu oyundan da bir dənə çəkə. Bu oyunda aramızda sevilən oyunlardan birisi idi. Dostlar biz bu oyunda nereden baksan, böyle təcrübə məblə bax. Baxaraq hal-hazırda traktor mənim parkurda tapıb əlimə keçirtdim kartıyla. Bu birinci idi. Bax hazır bizim bu oyunda 4, 5, 6, 7 tane maşınımız var bizim bu oyunda. Və aramızda olan bu traktor gəldi. İndi həmin bu traktora baxaq görək sizlə bir dənə belə. Bu təkərin rəngidir bu heç. Havadır dur. Ax eləmək istəyirəm də tam ağ oldu bu heç. Yaxşı rimsdə də xeyli şey deyir. Amma özü öyrənci lazımdır. Yalnız təkəri dəyişdirir axı. Tövbə tövbə. Bu da bu oyunun qaydalarıdır, naharım ki də. Daha doğrusu oyunun hal-hazırda müvəqqəti olaraq bu traktor əlimizə keçdi. Mən də şəhərdə oynayacağım. Baxım görüm indi şəhərdə oynamaqda bir faydamız olacaq bizim. O traktora baxın. Heç iki tam adamın sifətindən görsənmi ki traktorun içi. Tövbə tövbə. Biz bu oyunda sürekli nereden baksan kənd həyatı yaşayırıq. Nə bilim bu oyunda bizim bir sürü işlərimiz olur. Bax sadəcə biz bu oyunda bunları yaşayırıq. Hal-hazırda bu oyunun 5-ci bölümüdür bizim üçün. Bu oyun üçün daha nə qədər video çəkək? Yorumlara sizlər yazarsınız. Bu oyun həqiqətən də qəşəng oyundur. Yəni orada pis olan bir şey yox. Bu oyun qəşəngdir. Abi traktoru heç bir yandan görmək olmur. Daha ki bu kameralarda da şübhə var. Ben işte bir traktör oyunu bu yana eləmək zorunda qalaram. Ama burada 3 tane missiya var. Suda həll eləyək, yoxsa bunu mu həll eləyək, hansını həll eləyək yara? Balkan Mania'da bizim kanalımızın bir gözəl bir oyunudur. Deyim kimi yani arasa da bu oyunun da bir dənə davamını çəkərək. O qədər missiyalar, o qədər tapşırıq var ki bu oyunda. Bilmirəm yəni tam olaraq mən hansını eləmişəm, nə eləmişəm. Aman boyu yoxdur. Cayında bu traktor nə iş yarayır? Biz bundan tam olaraq bugün nə işi görəsi yox. İlk başda belə bir missiya ilə başlayaq. Ha, dur indi bunu götürürəm. Yax traktorun dostumuz götürə biləcək bunu. Qəşəng aldım əlimə indi. Şəhərə doğru gedirəm. Aman deyim bunlara zərər dəyməsin ha. Ama biraz zorlaşır ama. Yani traktorun işi de biraz zor. Bakma da yani. Yaxında bu oyunda da elə gözəl maşınlar alacaq ki, bildiyimiz qədər də mənim maşınlarımız olacaq bu oyunda da. Çox da belə özümü çatdırmayım, abi traktor ağırdı. Bayaqdan çünki fikir verim, tam daşıya bilmir deyəsən bu. Ay dur dur, ay dur. İş poşeti saldım. Ona görə işimin çətin olduğunu demişdim də. Abi niye dayanırsan ki abi basın da bu torumuza da. Siz nətər şofersiniz Sifarişlər məhv olacaq. Eləməyin. Dur buradan dön getməliydim. Birazdan onlar işarələri də düzgün göstərsin də bu oyunda. Zorlaşıram axı. Abi nədir indi? Abi nədir? Duran yerdə bu xəstə yox. Biz abi traktor nağarır.
Abi traktör malsan sen. Bitədən bir də gedirəm. Allah yadıma çalsın. Ranın traktorlar, bitdən traktor daha ki mənə şərtlər elədi gözümün qabağındaca. Traktor. Allah belirsiz traktorla heç bir iş görməyəcəm. Videomuzda bu oyunda ilk dəfə bir dənə traktor sürürəm amma bu qədər yenə gözləməmişdim. İş görüm dedim gör başımıza nələr gəldi. Traktor orada da biraz mallıq elədi. Nə elədi yaraf orada? Allah. Nasıl bir dənə gedək eləyək, bir şey olmaz. Baba həbil olur ki, mən də belə düşürəndə. Mən başqa nə armalıyam ki? Oturub traktorla mı oynayacaq? Tövbə yarabbi. Dayan da bir dəqiqə, dayan. Bir 2 dəqiqə mən taxaq, keç sonra yolunda, Allah. Sən işinin dolay hesabı da elə. Keçin. Keçin işim var mənim. Keçin elə bir sədən elə. Hələ hamısını elə araba maşınlardır. Keç. Mənə dəymə. Şeyin içindən keçdi. Mən bunu indi şəhərə daşısam, indi daşıya biləsiyəm. Bayaqdan fikir verirəm. Öz aləmindədir bu oyun. Öz aləmində valla. Yerlənmə də. Bizim həyatda belə olmaz amma bu oyunlarda biraz belə hadisələr çıxır. Traktorun içi düz mən görənmirəm ya. Adamın sifəti düz yapışıbdı. Direksiyonun düz qabağına özə kameranın qabağına basıbdı. Dur. Gene rezar edim. Bir tanesi düştü ama. Gene getdik. Traktorla biraz işimiz zordur deyəsən. Ya da mən eləyəmirəm. Amma baxın elə bura baxın. Adamın altı tam giritdi. Rolun burasına. Mən də qabağıma elə lov görənmirəm. Dur indi burada feyliyə bilirəm. Bu traktor da belə. Yine bir tanesi düştü. Oturan yer de düştü. Bu defa biraz yavaş diyeceğim. Beləcə də axtaraq. Belə gedimsəm də nə yazacaq ki? O dəqiqə adamın ağzı düz ortama girir. Biraz basın abi qaza bizi. Siz sürmürsünüz elə bir adam gedir elə bir yolda sürün də. Baba dəyərin maşınları gedir elə bir sağa baxın. Burada biraz saxlayayım. Yoksa bir problem yaşayacağım. Buradan döneceğim ha yoksa mən. Ama buradan döneceğim ha. Ay. Ay dur 6 hoppandı. Daha da burada daha son da. Yok hala.
Geldik sonunda bura. Burada kazandıq. 15 tanesini puldan aldıq. Traktorla da o qədər də şişətində ölüymiş. Bu elə indicə bilinsin. Şöyle bir cəzaq qıraq bu tərəfləri. Bəlkə yaxında bu oyuna bir dənə qəşəng maşın gəldi. Ala bilsək o da. Ha. Uzun zamandır çünki bu oyunu tam oynamamışdıq. Amma yaxında yenə bu oyundan ata bilərəm sizə. Baxacaq ata nəsə qabağımıza görəv zad çıxır. Biraz gözəl görəcəz. Özdə mən bunun içindən maymuncu oldum. Cem ha bunun iş yerini düzəltsələr, bax indi bax bir şey düzəltsələr yaxşı olar. Abi nədir adamın ağzı bir baş düz getdi qabağıma. O da düzəlsə yaxşı olar bəlkə. Allah dur nə oldu? Traktor. Qızaca təpən əzildi. Traktorun üstünü onardın. Hatta o diyor demişim ki deyəsən orada bir dənə mis tapşırıq var deyəsən. Dur gördüm o değil orada. O işaretliyim o değil orada. Orada bir dənə tapşırıq var. Yoksa yine inek sütü taşıyacağım o da. Ona benzer. Aa, o değil oymuş. Sadece hedefimiz süt taşımak. Japonlara aparacağım sence. O bir tarafından dolaşmayayım ben o bir tarafından. İnşallah o kadar da uzun olmaz. ...200 kilometreden sonra orasını çatacağım indi. O da drift ya. Duraqdaşlıq eləyir bu. Sütlər aşırıq. Dur senin. Yine qabaqda bəlgəli maşına geyin bənzərlərə bax. Onlara elə gedirlər özləri üçün orada keyfdə. Allah. Dur. Qabağa qədər gedəcək. Sür də. Sür də qabaqda ki. Vaxtımı alırsan ha. Dur buradan belə get ha.
Artıq çata bilsəydik, biyabıq. O deyil deyəsən çatırıq, gözlə. Yoxsa yenə davam eləyir. Ondan sonra deyəsən bitir. Bu qədər idi. Hər halda mənim bildiyim bu qədər. Ne kadar yolumuz var bizim. Kesin burada sonda. Hadi burada bitirdik. Burada beləsi də bitdi. Daha düşsəm nə olar əvlə bir dəqiqə indi. Onda da düşdüm, bir şey olmadı. Yoksa saat mission fail, nə bilim, boğuldum falan deyərdi. Rekreasyon taşıyıcıya düşdüyümüz yerdə kayıp mayıp deyir el özü üçün. Abi bu eve girmək olur ya. Mən bu eve bir dənə görüm, bəlkə bu eve girmək olur, aradan biləcək. Bəlkə də burası mənim evim, ola bilər. Evin önü bilinmir. Orasıyla burasıyla mənim evim olmuş olurdu. Ama da öyle. Traktora geri. Bu traktor belə bir işi yaradı. İnşallah daha fazlasını da eləmiş olar o. Işıkları oradan yandırıp söndürdük. Bu yol hara gedir? Yani her yol bir yere gedir yani. Her yol. Ya mən bu istasyonu falan çeşmirəm. Heç nə də çeşmirəm. Çeşməyə də dəyməz canım nədir? Hava rəngisi də yanırmış əslində. Şəhər var qabaqda. İnşaya doğru gedək. Ardından da bitsin. Ve ben şimdi bu traktora baxdıq. Bu traktorda işləri gördük. Bir o kadar da zor değil yani. Yoxsa bu maşınların əlindən bizdə rahat yoxdur ki. Yaxşı şəhərlə zadda bitirəcək. Bu oyuna da arası da vaxt ayırmır və bu oyuna da davam edəcək. Biraz siləm də. Burada bitirək. Belə də olsa bugün görmüş olduğunuz kimi Balkanmaniyada burada bir dənə qapısı açılır. Qapısı niyə açıqdır? Özünün qapısı. Nəysə. Bugün bu traktora baxdı deyir ki, bu traktoru mən almadım. Parkurlarda qavama çıxdı deyə aldım. Yoxsa onun bir dənə çıxdığında videosunu çəkərdim, amma hardan bilirdim ki, bu traktor mənim əlimə keçir. Və birbaşa gəldi. Siz bu oyunun davamını çəkməm istəyirsinizsə yoruma yazarsınız. Salam eləyəcək yenə də sonraki videolarda görüşmək üzrə.